Herkese salam, hər vaxtınız xeyir olsun. Yeni vloguma xoş gəlmisiniz. Öncəliklə qeyd edeyim ki, bu videonun bir neçə günün birləşməsi olacaq. Ümid edirəm ki, məndən sıxılmazsınız. Sizi bilmirəm, amma mənim özümdən asılı deyil. Hava yaxşı olanda keyfim də yaxşı olur. Hava pis olanda mənim keyfim qəti şəkildə olmur. Bilmirəm bürclərə inanırsınız ya yox, amma mənə elə gəlir ki, mənim bürcümün öz əlamətləridir ki, məndə əksini tapır. Əkizlər hava ünsürlü bürcdür. İstedadı və qərarsızlığı ilə ən çox tanınır. Deyəsən elə bu qərarsızlığa görə hamı bizdən qorxur və məsafə saxlayır. Başqalarını bilmirəm, amma məndən nə qorxmağa ehtiyac var, nə də məndən məsafə saxlamağa. İstedad isə özünü məndə rəssamlıqla büruzə verir. Bu rəsmi də mən onlayn rəsm sərgisi üçün hazırlamışam. Danışa-danışa da elə rəsmiyə davam edirəm. Bu arada siz də hansı bürc olduğunuzu yorumlarda qeyd etməyi unutmayın. Görək mənim bürcümdən zəhləsi gedənlər var ya yox. Yaxınlarım tez-tez mənə 10 barmağında 10 marifətim var deyirlər, amma mən %100 istedadlıyam sözünü deyə bilmərəm. Öyrənməli olduğum şeylər çoxdur. Çünki incəsənət sahəsi çox geniş bir sahədir və onu nə qədər işləsən də, öyrənsən də bitirmək mümkün deyil. Universitetə daxil olarkən də sadəcə sonuna qədər marağım ola biləcək sahəni seçmək mənim üçün önəmli idi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmişəm və bunun üçün də qəti peşman deyiləm. Çünki həmin sahə üzrə həm evdə hobbi olaraq çalışa bilirəm, həm də evdən dərs deyə bilirəm. Ən önəmlisi isə hobbimi işə çevirməyi bacarmışam. Hal-hazırda üzərində işlədiyim bu rəsm Novruz bayramını özündə əks etdirir və qatıldığım onlayn rəsm sərgisi də elə Novruz bayramına aiddir və həmin sərgiyə bütün dünyadan olan insanlar, heykəltaraşlar və rəssamlar qatıla bilir. Bu videonu editləyərkən də bunu qeyd etmək istəyirəm ki, rəsmim artıq seçilib və paylaşılmasını gözləyirəm. Neçə ildir rəsm çəkməyimə baxmayaraq, mən hələ də bahalı rəsm ləvazimatlarına meyil etməmişəm. Hər zaman alıram, yoxlayıram, əgər bəyənirəmsə elə onunla da davam edirəm və hal-hazırda işlədiyim bu rəsm əsərimi də adi quaşla hazırlamışam. Hətta normal qiyməti olan bir quaşdır bu. Bürcümün çətinliyini də öz işimdə mən hiss eləyirəm. Hansı ki, bəzi rəssamlar olur ki, yalnız qara qələmlə işləməyi sevirlər. Bəzi rəssamlar olur yalnız akvarel və yaxud da yağlı boya və s. işləməyi sevirlər. Amma məndə bu çox qarışıqdır. Bir gün rəsmdə qara qələmdən istifadə edə bilərəm, bəzən rəngli qələmlərdən istifadə edə bilərəm, bəzən akvarel, bəzən quaş. Yəni mənim bir yönüm, bir tərəfim yoxdur bu hissədə. Ona görə də biraz çox yoruluram. Və bunlar sadəcə hələ rəssamlığa aiddir. Bunun toxuculuğu var, dərziliyi var, fərqli yeməklər bişirməyi var, əl işləri var və s. var. Əminəm ki, mənim bu dəyişkənliyimə heç kəsin sürəti çata bilməz. Sizin üçün bir neçə dəqiqə keçdi, amma mən bu rəsmi bir həftəyə hazırlayıb bitirmişəm və hazırlayıb bitirdikdən sonra da Instagramda yerləşdirmək üçün bir neçə videolar çəkmək istədim. Daxil olub Instagram səhifəmdə digər əl işlərimə də baxa bilərsiniz. Sizi çox yormadan rəsmimin son halını da göstərirəm və sonra keçirik Novruz bayramına aid hazırlıqlarımızı etməyə. Şirniyyatları bişirmək üçün əslində ləpələnmiş qoz almışdıq, amma evdə də bir-iki dənə belə qabıqlı qoz var idi. Dedim onları da sındırım, qatım elə digər qozların yanına. Bu qozlardan xoşum gəlir, çünki bıçaqla rahatlıqla sındırmaq mümkün olur bunu. Lakin bir dənə şeyini bəyənmirəm ki, bəzən içindən qurtdur qozlar çıxa bilir. Onu da məcbur bütöv tullayıram. Açıram, görürəm için normal, qəşəng görünür, amma birdən bir də görürəm ki, orada bir dənə qurt tərpənir. İndi isə keçirəm şorqoğalının xəmirini hazırlamağa. Burada resept falan verməyəcəm. Sadəcə etdiklərimi müəyyən qədər sizinlə də paylaşmaq istəyirəm. Çünki resept belə hər yerdə olandır. Sadəcə iki üsulla edirlər. Ya içlikli ya da içlik olmadan. Mənim burada etdiyim içlik olmadan olan variantdır. Yəni bütün ədəvalar yağın içərisinə birbaşa qatılır. Elə yağ, ədəva və adi xəmir. Baxın qızlar, mənim əlimdə kofemolka yoxdur, yəni ədava üyüdən yoxdur. Bu kişniş toxumudur. Kişniş toxumunun da burada mən döyülmüş variantını, yəni bu variantını tapa bilmədim. Düzdür, bu da mükəmməl deyil, amma bir növ normal toxum halından daha yaxşı şəkildə istifadə etmək olar. Deməli, neynədim? Blenderin bu ağzının içərisinə bir qaşıq əlavə etdim və ağız hissəsini bu formada tuttum. Daha sonra blenderi işlətdim və bu şeydə eləyəndə biraz ehtiyatlı olun. Çünki bir tık təhlükəlidir, amma yaxşı bir qaydadır məncə. Bayaqdan oturmuşdum, oxlovla əzməyə çalışırdım və bu mənim canımı qurtardı. Belə oxlovla
qalmışdım elə. Şorqoğalının bir rez havasını almışdım. İndi yenə havasını alacağım. Yenə mayalanmağa qoyacağım biraz da. Deyirlər elə belə eləyəndə daha yaxşı olur və maya qoxusu gəlmir. Şəkərburanın xəmirini də yoğurmuşam. İndi keçirəm şəkərburanı hazırlamağa. Ona qədər də bu bir rezdə mayalansın. Bu da şəkərburanın xəmiridir. Hardasa bir 20 dəqiqə gözlətdim. İndi də keçirəm hazırlamağa. Şərbə xəmirindən kiçik hissələr götürdüm və hər birinə rəng qatdım və bununla da şəkərburanın üzərinə güllər qoyacağım. Şəkərburanın xəmirini isə bir ədədini 50 qramdan götürdüm. Bu formada ölçüsü də normal oldu. Hissələrini isə həmişə biraz böyük bükürdüm. Bu dəfə daha xırda bükməyə diqqət elədim. Məncə indi daha qəşəng oldu. Dünən şəkərburalarımı bişirdim, hazırladım. Biraz artıq çıxmışdı, həm yeyildi, həm yoldaşıma işə qoydum. Amma bu qədərimiz əlimizdə var artıq. İndi isə keçirəm şorqoğalını hazırlamağa. Şorqoğalının da xəmirini hazırlayıb dünən qoymuşdum. Artıq xaladelnikə vaxtım çatmadı, çox yoruldum. Dedim elə bugün hazırlayaram bunu. Ümid eləyirəm ki, pis çıxmaz. O qədər əziyyət çəkmişdim, amma xəmir məncə yaxşıdır. Görək necə olur. Bu da şorqoğalının yağıdır. Biraz donub. Dünən eləmişdim bunu da. Əridib indi istifadə edəcəm. Biraz donub, indi özünə gəlməsi üçün biraz çöldə saxlamaq lazımdır. Sonra başlayıb yayacağım. Mən bu oxlavı bura təzə gələndə almışdım. Lazım oldu, elə məcbur aldım. Çünki mən xəmir yeməklərini bişirməyi çox sevirəm. Amma ki, heç kullanışlı deyil, yəni qəti şəkildə. Çünki nə nazik xəmir yaymaq olur, nə normal yuxa kimi xəmirlər yaymaq olur. Yəni heç nə, qəti almayın. Bundan ancaq maksimum rahat olar pizza xəmiri yoğurmaq, yaymaq daha doğrusu. Şəkərburanı məsəl üçün yaymaq rahat oldu. Yəni belə kiçik bir şeylər, pide yaymaq olar və s. Amma yoxsa ki götürün belə bir şey yayım, çətin məsələdir o. İndi isə şorqoğalın özünü necə hazırladığımı göstərmək istəyirəm. Bayaq da dediyim kimi yuxanı qoyuram. Daha sonra onu biraz əlimlə dartışdırıram və üzərinə ədava ilə qarışdırdığım yağı tökürəm. Şorqoğalının xəmiri müəyyən qədər elastik olduğuna görə dartmaq rahat olur. Amma məndə xaladelnikdə qaldığına görə bir damcı elastikliyi azalmışdı və biraz qırılırdı. Amma buna rəğmən də məncə yaxşı alındı və yaxşı rahat edə bildim yəni. Yağın içərisinə sarı kökü normal tökmüşəm, amma videoda biraz nisbətən rəngi açıq düşüb. Şorqoğalının kənar hissələrini də atmadım. Üst-üstə qoyaraq rulon halına saldım və bişirdim. Birini bu formada hazırladım. Hardasa təxmini 15-20 dəqiqə dinləndirdim. Daha sonra üzərinə yumurta yağ qarışımını sürdüm və üzərinə qara çörək əlavə etdim. İkinci rəsqoğallarımı qoydum bişməyə. İndi daha yaxşı olur əvvəlkinə baxanda. Birinci rəsi biraz qəribə çıxardır. O da niyə? Bizim bu duxovkanın üst tərəfi işləmir, ancaq altdan vurur. Ona görə də altı daha tez bişir, üstü gec qızarır. Həmişə bir tık üstünün qırmızısı daha az olur, altı biraz daha qara olur. Yanmır, amma biraz rəng tonu tünd olur. Çalışıram yanmasın. Çünki yananda qəribə dad gəlir və altına da 3 qat yağlı kağız sərmişəm. Ümid edirəm yaxşı çıxar.
Bu arada paxlavanın da içliyini hazırladım, şərbətini hazırladım. Bu da paxlavanın xəmiridir. Sini də bir dənə olduğuna görə biraz o da mənə çətinlik yaradır. O da bişsin, çıxsın, sonra paxlavaya başlayacağım. Bu qat-qat mimoza salatıdır. Bir balaca daha səliqəli elə bilərdim, amma həqiqətən çox yorulmuşdum. Həm şorqalını bişirmək, həm paxlavanı bişirmək istər-istəməz həqiqətən soba məni bir balaca çox yorurdu. Və növbəti gündən də çəkdim, paylaşdım hər birini. Baxın bu formada oldu. Ümid edirəm bəyənərsiniz. Bəyəndinizsə rəylərdə qeyd etməyi unutmayın. Daha sonra hər birini keçirəm ayrı-ayrı streclərə bükməyə. Bunların hamısını yox, sadəcə səbətin içərisinə, yəni xonçanın içərisinə qoyacaqlarımı bu formada streçləyirəm ki, çöldə rahatçılıqla qoya bilim və qurumasın. Bu arada bu mənim öz ideyamdır. Kimdənsə görüb eləməmişəm. Düzdür, kimdənsə görüb etmək də pis bir şey deyil. Hətta çox yaxşı bir şeydir. Yeni bir şey öyrənirsən. Amma yəni öz ağlıma gəlib eləmişəm bunu və yaxınlarıma da tövsiyə eləyirəm. Edən edir, etməyənsə elə normal açıq formada boş qabın içərisinə və yaxud da xonçanın içərisinə qoyurlar və ümumi olaraq paketin içərisinə keçirirlər. Məncə bu çox da qəşəng görünmür. Məncə elə süfrənin bəzəyi bunun açıq formada gözə gəlimli şəkildə qalmasıdır. Bəs siz şirniyyatları hansı formada qoyursunuz? Yorumlarda qeyd etməyi unutmayın. Biz də baxaq sizdən qəşəng ideyalarınızdan öyrənək. Belə bu formada doldurdum. Hələlik biraz qarışıq eləmək istədim. Boş qalan hissələrə də yumurta qoyacağam. Məncə yaxşı olar. Bu da mənim keçən dəfə videoda düzəltdiyim xonçam. Buta xonçası. İndi isə keçirəm staliçni salatın və aşın ingredientlərini hazırlamağa. Yumurtalarımı da bəzədim. Ümumi 4 dənə yumurta eləyəcəm. Elə 2 nəfəri məncə yetərlidir. Göy və yaşıl eləyirəm. 2 dənə göy, 2 dənə də yaşıl olacaq. Bir-bir də elə buradadılar. Deməli nə etmişəm? Damla formasındadır məndə qida boyası. Hardasa 8 damla bu qabın içərisinə göy tökmüşəm. Hardasa 7-8 damla da təxmini yaşılın içərisinə tökmüşəm. Qaynar su tökmüşəm üzərinə və bir də hərəsinə 1 çay qaşığı təxmini uksus əlavə eləmişəm. Bankada da eləyə bilərik. Bu balaca bankadır. Bu da adi stakandır. Yəni fərqi yoxdur. İçində elə eləmək olar. Sadəcə bizə lazımdır ki, belə dar uzun təxmini yumurtanın ölçüsünə uyğun olsun. Əlimdə batıb. Və rəngləri də bu formada tutur. Hardasa təxmini 4 dəqiqə, 5 dəqiqə rəng tonuna baxırıq. Məsələn, rəng tonunu bəyəniriksə artıq götürür. Boş qabın içərisinə qoyuruq. Salfetkanın falan üstünə qoymayın. Daha çox iz qalır. Ən yaxşısı elə boş qabı falan qoymaqdır. Bu da məndə olan boyalardır. İndi bunun içini də açıb göstərəcəm sizə. Baxın, boyalar da bu belədir. Ümumi set şəklində almışam belə. Bu da qızılı rəngidir üzərinin. Yəni torta falan istifadə etməyə daha yaxşıdır bunlar. Bir də gümüşü rəngi var. Ümumi də 6 rəngdir burada göstərdiyi kimi. Gedim əllərimi də yuyum. Görün bunun ləkələri gedir ya yox. İndi isə keçirəm toyuğu doğramağa. Biraz boş vaxtım var idi. Dedim qoy toyuğu doğrayım. Bunun sinəti zaten mənə lazım olacaq staliçni salatın içərisinə tökməyə. Ümumiyyətlə boş vaxtım qalmasını heç sevmirəm. Əgər hər hansı bir iş görürəmsə, boş vaxt qalırsa, həmin işə aid hansısa bir görüləcək işi də mütləq şəkildə etməliyəm ki, bir iş heç olmasa əldən çıxmış olsun. Bir də işimi asanlaşdırmaq üçün hansısa bir işi gördümsə, çalışıram ki, ətrafı toparlayım. Məsələn, xaladelnikə qoymalı ərzaqları ora qoyuram, nəsə yuyulasıca onu yuyuram və daha sonra keçirəm digər işə. Onda həm istər-istəməz daha rahat olur, daha təmiz işləmək olur. Həm də birdən-birə qablar çox yığılmır, birdən-birə hansısa bir işlər çoxalmır. Hərəsinə az-az elədikcə daha təmiz iş görmək məncə daha rahat olur. Bunu belə edirəmsə, təbii ki, o demək deyil ki, məndə heç vaxt qab qalmır və s. Bacardığım qədər eləyirəm. İnsanıq, zamanımız çatmaya bilər, halımız olmaya bilər və s. Təbii ki, amma bacardıqca özümün işini yüngülləşdirmək üçün bunlara diqqət yetirirəm. Mən toyuğu doğrayanda birinci qənədlərinin uç hissəsidir, quyruğudur, artıq dərilərdir və s. kimi artıq hissələrini kəsirəm.
atıram, daha sonra başlayıram doğramağa. Siz hansı üsulla eləyirsiniz, yorumlarda qeyd etməyi unutmayın. Bu arada siz neçə nəfərlik ailə üçün bir toyuğu neçə hissəyə bölürsünüz, onu da qeyd etməyi unutmayın. Çox maraqlıdır mənim üçün. Biz ailədə hal-hazırda 2 nəfər olduğumuza görə toyuğu bəzən 3 hissəyə bölürəm, bəzən 4 hissəyə bölürəm. Əsasən toyuğun bud və bud dibi olan hissəsini qızartmalarda istifadə edirəm. Bel hissə, qol hissə və s. ya suplarda ya da xəncərlərdə və s. bu tipdə istifadə edirəm. Sinə ətini isə əsasən salatlarda, pizzada və başqa cür bu tipli yeməklərdə istifadə edirəm. Bəs siz hansı formada istifadə edirsiniz? Neçə nəfər üçün neçə hissəyə bölürsüz toyuğu? Bunu da rəylərdə yazmağı unutmayın. Bir balaca söhbətləşək orada. Toyuğu, əti doğrayıb bitirdikdən sonra çalışıram ki, buranı yaxşıca təmizləyim və daha sonra keçim başqa bir işlərimi görüm. İstər-istəməz mikroblar hər yeri bürüyür. Keçirəm starçlı salatın ingredientlərini doğramağa. İlk öncə kartofdan başlayıram. Kartofu bir balaca nisbətən böyük doğrayıram. Çünki bu istər-istəməz qarışdıranda müəyyən qədər əriyir. Toyuğun döşətini də bu formada edirəm. Çünki bu formada eləyəndə içərisində tamamən itmir və müəyyən qədər gözə görünür. Bir balaca bankanı açmaqda çətinlik çəkdim, amma bıçaq vasitəsilə havasını çıxardıqdan sonra açmaq rahat oldu. Bu xiyarı mağazadan almışıq, amma çox da bəyənmirəm. Niyə? Çünki içərisində soğan və şəkərdən istifadə edirlər. Biz isə soğan və şəkər tökmürük. Mən xiyar tutmasını tutarkən əsasən sarımsaq, duz, istiot, lavrobilis, çəroz və yaxud da petruşka. Ancaq bunları tökürəm. Şəkər tozudur, soğandır və s. bunlar məncə ürək bulandırıcı dad yaradır. Şüyüdü də doğradım və əlavə olaraq şüyüdü də biraz iri-iri doğrayıb aş üçün bir kənara ayırdım. Qaroğun suyunu da süzdüm və o formada əlavə etdim. Mayonezini də əlavə edib starçlı salatı ümumilikdə bitirdim. Salatın da içliklərini hazırladım. Taxta qaşıqla qarışdıracağım. Bu arada bunda mən həmişə qazanın kənarına qoyuram. Ona görə də belə yanır bu. Buna da fikir verməyin. Hə. İndi mayonezini tökürəm, duzun istiotunu tökürəm və qarışdıracağam. İndiyə qədər aş üçün fərqli düyülər istifadə eləmişəm, amma ən bəyəndiyim yalnız bu düyü olub. Həm dadı qəşəngdir, həm də əsl aşdakı kimi dən durur. Düzdür, üzərində aş üçün yazılan, yəni dilya plov yazılan fərqli düyülər var. Almışam, yoxlamışam, amma yapışqanlığı çox olur deyə həmin düyülərin istər-istəməz aşda da dən qalmır və bir-birinə yapışır. Yəni nə qədər normal düzgün qayda ilə bişirsək də, nə qədər suyuna diqqət eləsək də, indi aşı yaxşı bişirənlər bilirlər ki, nəyə diqqət etmək lazımdır. Mən deyəni də elə anladılar. Bunun bir dənə də üstün cəhəti var. Düzdür, bunu iməni buna görə almıram. Dediyim kimi, həm dən qalmasına görə, həm də dadına görə alıram. Amma bunun bir dənə belə bir cəhəti var ki, belə paketlərin içərisindədir. Bunun ümumi ölçüsü 400 qramdır. İçərisində 5 dənə paket var və hər bir paket də 80 qramdan ibarətdir. Və bunun üstünlüyü də nədir? Bunu elə bu formada atırıq suyun içərisinə, duzunu tökürük və özü içərisində bişir. Baxın, bunda da belə dənə-dənə deşikləri var. Həm də çox qəşəng çıxır. Mən ilk dəfə alanda neyləmişdim? Bunu dənə-dənə açıb tökmüşdüm qazana, o formada süzmüşdüm. Amma sonradan bildim ki, bunu elə birbaşa suyun içərisinə atanda rahat şəkildə özü bişir, həm də qazan o qədər də bulaşmır. Baxın, bu formada olur. İndi rahat, təmiz şəkildə açıb bunun içərisindən istifadə edəcəm.
Qazmağını etdim və indi də üzərinə sarı kök səpirəm. Üzərinə düyü, sarı kök, kişniş toxumu və yenə şüyüd əlavə eləyəcəm. Daha sonra damalmağa qoyacağam. Bayaq toyuğu doğrayanda toyuğu hardasa 2 saatdan çoxdur ki, duzlu suda saxlayıram. Bu da toyuğun tərkibində olan toksinlərdir, zərərli maddələrdir və s. onları atmasına kömək olur. Yəni elə bilirəm, elə deyirlər. Və mən də doğrayıram. Daha sonra suyun içərisində hardasa 2-3 saat duzlu suda saxlayıram. Siz də eləyə bilərsiniz. Yəni məsləhət ən azından. Bəzi adamlar var, sirkəyə də tökürlər. Amma elə ən yaxşısı içərisindəki toksinləri, zirzibillərini atması üçün duzlu sudur. Qabın içərisinə qoyursunuz, su ağzına qədər suyu doldurursunuz. Daha sonra üzərinə 1-2 çay qaşığı duz əlavə edirsiniz. Bu arada yemək bişirəndə yeməyin duzluluğuna və s. təsir eləmir. Keçirəm süfrəni hazırlamağa. Çox şey etmədim. 2 nəfərlik üçün çox etməyə ehtiyac yoxdur. Qalıb xarab olmaqdansa az-az zamanla bişirmək məncə daha yaxşıdır. Qablar bir-birinə çox uyğun olmasa da, qəşəng xrustallar, qızılı qablar olmasa da, məncə süfrəmiz özü çox gözəl oldu. Valideynlərim sağ olsun mənim üçün gözəl cehizlər hazırlayıblar, gözəl qablar alıb qoyublar. Lakin hələ Azərbaycanda olmadığım üçün istifadə edə bilmirəm. İnşallah Azərbaycanda olanda hər birini sizlə də bölüşəcəm. Şüydlü plovum da hazırdır. Həqiqətən dadı da, görüntüsü də çox möhtəşəm idi. Yoldaşım da mən dedi bu süfrənin, bu qaşın altında qala bilmərəm və mənə 5000 rubli hədiyyə etdi. Daha sonra yeməyimizi yedik və yumurta döyüşü etdik. Nədənsə mərcək girəndə təbii ki mən uduzuram, heç nədən mərcək yeməyəndə mən utdum və bugünkü gündə qalib mən idim. Bir daha bayramınız mübarək olsun. Ailənizlə, sevdiklərinizlə necə gözəl bayramlar qeyd etməyi hər biriniz üçün diləyirəm. Bura qədər gəldinizsə kanala abunə olmağı da unutmayın.